Əmlaka qəsdən vurulan zərər zamanı qanun nə deyir? Kimlər hansı hallarda cinayət məsuliyyəti daşıyır? Ziyanın məbləği necə müəyyən olunur? Studiyada mövzunu Ali Məhkəmənin təqaüddə olan hakimi, əməkdar hüquqşünas Əsəd Mirzəliyev, sabiq hakim Vəkil Mirzəxan Kişiyev, vəkillər İlkin Xəlilov və Zinyət Ağamalıyeva müzakirə edəcəklər. Qanun və icra. Bizi dəstəkləməklə biz hüquq sahədə vətəndaşlarımızın maarifləndirilməsi və məlumatlandırması ilə bağlı fikir mübahisə aparırıq. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan. Unutmayın, özgənin əmlakına vurulan zərər təkcə maddi itki deyil, həm də cinayət məsuliyyətidir. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı olaraq biz yenə sizinləyik. Bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186 və 187-ci maddələri əhatə edən əmlaki qəsdən məhv etmə və əmlaki ehtiyatsız məhv etmə ilə bağlı fikir mübahisə aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. İlkincə dəyərli ekspertlərimizi sizlərə təqdim edim, sonra biz mövzumuzu ekspertlərimizlə davam etdirəcəyik. Azərbaycan Respublikasının Ali Məhkəməsinin təqaüddə olan hakimi, əməkdar hüquqşünas Əsəd Mirzəliyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, təqaüddə olan hakimimiz Mirzəxan Kişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil İlkin Xəlilov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zinyət xanım Ağamaliyeva. Xoş gəlmişsiniz. Bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı maddəsini əhatə edən maddi hüquq normaları ilə bağlı fikir mübahisə aparmaq istəyirəm. Qəsdən əmlaki məhv etmə və zədələmə, xüsusilə də ehtiyatsızdan əmlaki məhv etmə ilə bağlı bugün yetərincə cəmiyyətimizdə hadisələr baş verir. İnsanlar varkən avtomobildən istifadə edilir, əmlaklardan istifadə edir və digər əmlakını yarar sala salan qonşular olur, yaxın dostlar olur. Kimlər? Yəni cinayətə meyilli insanlar. Hesab edək ki, məsələn, Əsəd Mirzəliyevin, dəyərli bizim ekspertimizin, eyni zamanda Mirzəxan Kişiyev, həyətdə maşını var, saxlayıb və gəlir ki, sınıb və belə deyək ki, maşın belə yarar sala düşür. Bununla bağlı 102 xidmətindən biz istifadə edirik və eyni zamanda əmlakımızın qəsd etmə ilə bağlı və əmlakımızı zədələmə ilə bağlı və aidiyyatı təşkilatlara müraciət edilir və araşdırma aparılır. Və video görüntü ilə baxılır və görülür ki, məsələn, qonşu filankəs gəlir filankəsin əmlakını qəsdən zədələyir və ona xəsarət yetirir. Bununla bağlı hüquqi mövqeyin mən istəyirəm ki, günləri təhlil edəm. Əsəd müəllim, siz də burada olmanızdan çox məmnunam. Siz uzun müddət məhkəmə sistemində işləmisiniz. Bəlkə yaşımızın yarısı qədər, bəlkə də çox. Bir 50-yə yaxın da səhv eləmirəmsə hakimlik təcrübəniz var. Var, təxminən bir 40 ildən yuxarıdır hakim kimi. Amma hüquqşünas kimi. Hüquqşünas kimi. Əməkdar hüquqşünassınız, təqaüddə olan Ali Məhkəmənin hakimisiniz və mən sizinlə bu bəzi məsələdə vərəsəliyin qanun üzrə vərəsəlik, vəsiyyət üzrə vərəsəlik, bizə daha çox suallar bu istiqamətdir. Onunla bağlı sizin fikirlərinizi almaq istəyirəm. Bu son zaman Konstitusiya Məhkəməsinin 1146-cı maddəyə əlavə və dəyişikliklər elədi. Həmən qanun qüvvədən düşmüş hesab elədi. Bəzi hüquqşünaslar onu
qanun hesab elədi, bəzi hüquqşünaslar dedi ki, bu yerində deyildi. Və onunla bağlı mən istəyirəm, eyni zamanda 1193-cü maddə var və xüsusilə də vurğulaması 1200-cü maddə ilə Konstitusiya Məhkəməsi bununla bağlı şərhi var. Bax, qısa və konkret istəyirəm ki, vətəndaşlarımızı maarifləndirəsiniz. Bilirsiniz, bu vərəsəlik geniş mövzudur. Bunu qısa bir müddət ərzində əhatə eləmək mümkünsüzdür. Mənə belə gəlir ki, buna xüsusi ayrıca bir veriliş ayrılsa, daha geniş burada ətraflı izah verərik. Qanunun tələbinə görə, normativ aktlar haqqında Konstitusiya qanununa görə mübahisəli hüquq münasibətinin yarandığı gün qüvvədə olan norma tətbiq olunmalıdır. Məsələn, bu vərəsəlik bizdə deməli, əvvəl 23-cü il məcəlləsində mirasın qəbulu, mirasdan imtina tamam başqa formada olub. 64-cü il məcəlləsində başqa, 2000-ci ildən sonra qüvvəyə minən bizim yeni mülki məcəlləmizdə başqa və Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə tamam yeni bir vəziyyət yarandı. Bu, mirasın qəbulu, mirasdan imtina. 23-cü il məcəlləsi nəzərdə tuturdu ki, mirasın açıldığı yerdə olan vərəsə əgər 3 ay müddətində mirasdan imtina etməyibsə, artıq mirası qəbul etmiş hesab olunur. Kənarda yaşayan vərəsələr 6 ay müddətində mirası qəbul etməlidirlər. Və bu da mirasın açıldığı yer deyəndə, sonra 64-cü məcəlləsində dedi ki, miras 2 yolla qəbul olunur. Bir faktiki idarə etməklə, bir də notariusa ərizə verməklə. Amma 23-cü il məcəlləsində deyir ki, mirasın açıldığı, məsələn, miras Bakı şəhərində açılıbsa, bu adam Bakı şəhərində olub, mirasın açıldığı yerdə, heç məsələn, Əzbəyev rayonunda o evdə, o ünvanda olmayıb. Mirası artıq qəbul edib. 3 ay müddətində imtina eləməyibsə. Sonraki dönəmdə dəyişdi ki, yox, 2 qaydada olmalı. 6 ay müddətində mirası faktiki idarə etməklə qəbul eləməlidir və yaxud notariusa ərizə verməklə qəbul eləməlidir. Konstitusiya Məhkəməsi deməli 23-cü il 26 dekabr qərarı ilə bu mirasın qəbulu ilə bağlı 1246-cı maddə, 1273-1-ci maddə bunları qüvvədən düşmüş hesab elədi. Və bir gün qüvvədə olan normaya, yəni Konstitusiya Məhkəməsinin mövqeyinə görə miras açılandan sonra vərəsə deməli 3 ay müddətində ondan imtina etməyibsə, artıq miras onun mülkiyyətidir, qəbul etmiş hesab olunur 3 ay müddətində. Bu, mən hesab edirəm ki, mütərəqqi bir addım oldu, yaxşı qərar oldu. Çünki, məsələn, insanlar tanıyırıq ki, gedib o mirası faktiki idarə eləmirdi və yaxud ərizə vermirdi, son nəticədə mübahisə yarandı, deyirdir ki, sənin bura haqqın yoxdur, sən qəbul eləməmsən, vərəsə deyilsən. Amma Mirzə müəllim, hər bir halda qanunvericilikdə müddət məsələsi var. Məsələn, 1373-cü maddə var. İddia müddəti ümumiyyətlə 10 ildir, daşınmaz əmlak ilə 6 il, digər münasibətlər tənzimləyən 1 il müəyyən məsələlər var. Bəli. Yəni, siz özünüz hüquqşünassınız və əməkdar hüquqşünas kimi, bir alim kimi. Ümumiyyətlə, bu vərəsəliyin qəbulunda hər hansı bir müddətin olması zəruridir, yoxsa? Yox, mən hesab edirəm ki, bu ola bilməz. Nəyə görə? 64-cü il məcəlləsindən nəzərdə tuturdu ki, miras qəbul edildiyi andan həmin vərəsəyə məxsusdur, belə. 2000-ci ildən qüvvədə olan məcəllə deyir ki, miras qəbul edildiyi andan vərəsənin mülkiyyətidir. Mülkiyyətdə artıq bizim, deməli, 384.04-cü maddəmiz var. Orada ki, buna mülkiyyətdir. Mülkiyyətə müddət şamil oluna bilməz. Mən bunu qəbul eləmişəmsə, 20 ildən sonra da gəlib müraciət edə bilərəm ki, mən onu qəbul eləmişdim, mənim mülkiyyətimdir. Amma bunu da hesab eləyək ki, vətəndaşlar arasında, qohumlar arasında, bacı-qardaş arasında haqlı və haqsız mübahisə predimenti ola bilər. Yox, indi ola bilər, mübahisə açan ola bilər. Yəni, burada Konstitusiya bayaqdan deyirdi ki, bax, mən belə bir misal çəkim də, daha aydın. Məsələn, Ucqa bir dağ kəndində bir ata evi var. Bu adamın burada şəhərdə yaşayır, çox imkanlı adamdır. Məsələn, bunun heç ehtiyacı da yoxdur o evə. Amma burada olan nə qədər mülkündən, varından, dövlətindən fərqli olaraq o ata yurdu bunun üçün çox dəyərlidir, çox qiymətlidir və müqəddəsdir. Çünki orada dünyaya göz açıb, orada orada keçir, yaddaşı var. Ona görə də onun dəyərin heç nə vermir. Bu günləri belə mübahisələr həddindən çox olurdu.
Məsələn, sonra gelir ki, ata evinə deyirdilər ki, balaca qardaş deyirdi ki, bilirsiniz nə var? Səndən mirası faktik qədər etməklə qəbul eləməmsən, nə də ərzə verməmsən. Belə olan vəziyyətdə sən vərəsə hesab olunmursan və sənə də pay düşmür. Bax, mübahisə düşürdü bunun üstündə. Ona görə də bu müddət məsələsinin ləğvi Konstitusiya Məhkəməsinin bu qərarı çox mütərəqqi bir addım oldu və bu gün artıq miras açıldısa, mirasın açıldığını bildiyi bilən vərəsə 3 ay müddətində ondan imtina etmədisə, artıq o mülkiyyətçidir. Geçsin sabahları, digər vərəsələrlə razılaşsınlar, payın bağışlasın, yaxud deyək ki, özü geçsin, satsın, neyin ilə özü sərəncam versin. Yəni, bu hesab edirəm ki, daha əlalə. Aydındır, çox sağ olun. İndi bununla bağlı təbii ki, deməli, Milli Məclis hər hansı bir qərar qəbul edəcəkdir. Qərar yox, yəni qanunda bu dəyişiklik olmalıdır. Bu normalar nizama salınmalıdır. Amma mən hesab edirəm çox mütərəqqi bir addım oldu. Aydındır. İlkin mən xoş gəlmisiniz. Bugünkü mövzumuz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsini istəyirəm sizdən diskussiya edəm. Qəsdən əmlakı məhv etmə və zədələmə. Qeyd edək ki, əgər onun sanksiya tərəfinə baxsaq, 186.1-də 2 ilə qədər azadlıqdan məhrum etmə və eyni zamanda ikincisi 3 ildən 7 ilə və 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözlənilir və verilə bilər. Biz dəyərli Əsəd müəllimlə, eyni zamanda bizdə Xan Kişiyevlə qeyd elədik ki, zərərin müəyyən olunması ilə bağlı xüsusi birliyə malik olan mütəxəssislərin rəyi lazımdır. Məsələn, vurulmuş zərər nədən ibarətdir? Hətta mən Əsəd müəllimlə bir pərdə arxası bir diskussiya elədik ki, ekspertdir, avtoqaza hadisəsi baş verib, toqquşma nəticəsində bir maşına müəyyən məbləğdə zərər dəyib. Maşın 10 ilin maşınıdır, yaşı 10-dur, amma bunun işıqları və digər sıradan çıxıb. Amma götürürlər bugünkü bazar qiymətinə onu qiymətləndirir. Aşınma nəzərə alınmır. Bununla bağlı sizin fikrinizi öyrənmək istəyirəm. Əkbər müəllim, bu mövzu həqiqətən də bugünkü gündə çox aktual mövzudur. Yəni, bayaq siz bir avtomobilin üzərinə hər hansı bir predmetin düşməyindən belə hallardan danışırsınız. Ancaq bugünkü dövrdə bu MTK-lar tərəfindən, məsələn, bu köhnə mənzillərin sökülməsi ilə bağlı belə bu qəsdən məhv etmə əməli ilə bağlı kifayət qədər işlər var. Sökündüz də olmasın. Bəli, elə mənim icraatımda da bir belə iş var. Yəni, bu həqiqətən də bugünkü dövrdə çox aktual bir problemdir. Siz qeyd etdiniz o avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirmə məsələsi ümumiyyətlə bugünkü dövrdə böyük bir problemlərdən biridir. Çünki görürsən biri gedir, hər hansı belə deyək ki, maşın təmiri sahəsində bir qüsur aktı gətirir. Elə qiymətlər gətirir ki, məcburdur hakimdə xüsusi biliyə malik olan, bilmirəm, məsələn, mən bir dəfə deyək ki, qeydiyyatdan keçmiş ekspertlərə rəyi lazımdır. Çox vaxt deyək ki, qanun fəaliyyət göstərən Ədliyyə Nazirli Məhkəmə Ekspertiyya Mərkəzi bəzən imtina eləyir. Ümumiyyətlə, Əkbər müəllim, bu ekspertin rəyində mən özüm həm də sığorta sahəsində çalışdığım və bəli, bu sırf o maşınla bağlı, dəymiş zərərlə bağlı bu işlərlə mütəmadi həm nümayəndə qismində, həm də vəkil kimi çıxdığım üçün, yəni bunlarda rəydə yanaşma tərzi əslində yəni qiymətləndirmə metodu olmalıdır və aşınma normalarının nəzərə alınmağı mütləqdir. Əgər ekspert hansı tədqiqat metodundan istifadə etməklə bu qiymətləndirməni göstərməyibsə və eyni zamanda bu aşınma normaları nəzərə alınmayıbsa və təbii ki, bu dediyim kriteriyalar mövcud olan rəy məhkəmə üçün daha mötəbər sübut kimi qəbul edilməlidir. Zinət xanım, xoş gəlmisiniz. Çox maraqla qulaq asırsınız oponentlərimizə. Buyurun. Bu günlərdə əvvəla xoş gördük hər birinizi və bugün o çərşənbənizi də həm sizə, həm tamaşaçılarımızın o çərşənbəsini təbrik edirəm. Mövzu olduqca aktualdır, maraqlı mövzudur. Çünki ehtiyatsızlıqdan qəsdən əmlakın məhv edilməsi bununla bağlı məsuliyyəti nəzərdə tutulması. Bu elə bir cinayətdir ki, haldır ki, həm burada cinayət məsuliyyəti ola bilər, həm də bu gedir çıxır mülki məsuliyyətə qədər. Yəni, bir əmlakın məhv edilməsi qəsdən həm şəxs cinayət məsuliyyəti daşıya bilər, həm maddi qaydada mülki məsuliyyət daşıya bilər. Fərqi yoxdur, bu ehtiyatsızlıqdan da ola bilər, qəsdən də ola bilər. Aydındır. Mirzə müəllim, bax, burada bir yanaşma var. Məsələn, görürsünüz, bəzi adamlar var ki, tütündən istifadə edir. Qanunvericə tütünün çəkilməsinin əleyhinəyik. Amma insanlar var ki, görürsünüz, ot tayası var kənd yerində, istifadə elədiyi tütündən o əraziyə turulur
və orada yanma baş verir. Kimisə ot tayası yanır, hətta pambıq tayası yana bilər. Belə deyək ki, bağına ziyan vurur. Bax, bununla bağlı siz uzun il hakim işləmişsiniz, həm də istidaqçı olmuşsunuz. Bax, əmlakı qəsdən məhv etmə və ehtiyatla məhv etmə tamamilə fərqli-fərqli. Ehtiyatla məhv etmədə, məsələn, görürsən, birinci hissədə 187 6 aya qədər azadlıqda məhrum etmə nəzərdə tutulmuşdur. İkinci hissədə 1 ilə, üçüncü hissədə 2 il və dördüncü hissədə 3 ilə qədər azadlıqda məhrum etmə nəzərdə tutulmuşdur. Yəni, bu biraz yüngül yanaşmadır qanunvericinin tələbi. Əkbər müəllim, əmlakın qəsdən məhv edilməsi və dələnməsi Cinayət Məcəlləsində 186-187 maddələrdə qeyd edildiğimiz kimi göstərilibdir. Amma bəzən insanlara elə gəlir ki, 186-cı maddə, yüngül maddədə əmlakın qəsdən ölüm deyil, bir şey deyil. Xeyr, bu çox ciddi bir məsələdir. Niyə görə? Niyə görə ki? Görürsünüz, 186-cı maddənin 3-cü hissəsində 7 ildən 14 ilə qədər cəza müəyyən edilir. Bəziləri fikir ki, nədir, heç ölümdə bu qədər cəza yoxdur. Əmlakın qəsdən məhv edilməsi, zədələnməsində 7 ildən 10 ilə qədər cəza nəzərdə tutulub. Amma unutmaq olmaz ki, Azərbaycan Konstitusiyasında mülkiyyət qanunla qorunur. Əsas qanunla mülkiyyətin qorunması nəzərdə tutulub. Bu söhbət mülkiyyətdən gedir. O, 3 hissəyə bölünür də 186-cı maddə. Birinci hissədə deməli xeyli miqdar, ikinci hissədə nəzərdə tutulur küllü miqdar, üçüncü hissədə xüsusilə küllü miqdar. Yəni, vurulan ziyanın məbləğindən asılıdır. Təbii ki, üçüncü hissə ona görə 7 ildən 14-ə qədər. Bax, mən bir maraqlı olsun deyə bir real bir misal çəkim. Mənim bu müstəntiq işlədiyim dövrə aid olan bir məsələdir. Öndə çox nadir hadisələrdəndir. Günlərin bir gündə bu kasıb bir adam Latari ilə Jiguli maşınıdır. O vaxtı belə geniş şəkildə xarici maşınlar yoxdur. Maşınlar çox az imkanlı adamlarda var idi. Bunların da tanıdığı deməli rayonda bir dənə imkanlı adam olur. Çox imkanlı, həm də özündən biraz razı adam olur. Fikirləşir ki, kasıb adamdır, onu neyinə lazımdır? Gedib onun pulunu verim, ondan onu alım. Gəlir bunun yanına adam göndərir, deyir ki, təzə Jigulidir də, onsuz da bilirəm, sən bunu satarsan, deyirsən, bunu sat, pulunu verirəm, alıram. Nə qədər edir, deyir, yuxu qarış, satmıram. Mən elə, Allah bunu mənə göndərib, bunu özüm söyüşüm. Pulum var, yoxsa nə dəxil var. Bir neçə dəfə həml edir, bununla bunların arasında narazılıq yaranır. İnsanın keyfiyyətsizliyinə bax ki, fikirləşir ki, yox, bu mən niyə satmır ki, bunu almalıyam, bu təzə Jigulini mən bundan almalıyam. Deyir, artıq da pul verirəm, bu yenə satmır. Bu fikirləşir ki, sən gör başımı oynatacağım. Gedir bunun maşını qapıda saxlayanda, gəlir bunun maşını qapıda yandırır. Ki, buna ziyan vursun, elə bilir ki, bunun üstü açılmayacaq. Maşın yananda, maşını özdə spesiallı maye vururlar, alışdırıcı maye, maşın yanır. Maşın yananda o vaxtın hasarlar zad yoxdur, da çəpəridir. Maşının yanığından da o çəpərə zad düşür. Çəpərdən yavaş-yavaş yana-yana gəlir, pəncərədən tüstü dolu içəri, evin də yanmaq təhlükəsi var. Amma evdə yatanlar ayılırlar ki, evdə nəsə belə vəziyyət pisdir. Ayılırlar, görürlər maşın həyətdə yanır, onsuz da maşın sıradan çıxıb. Bu iş araşdırmağa başlayanda, istintaq araşdıranda, indi bunu aşmaq çox çətindir axı. Bu nətər sübut olunsun ki, bu adam yandırıb. Bu çox çətin bir məsələdir. Yəni, burada ekspert lazım, qısa qapanmadır, daxilidə... Bunu vermək mümkün deyil, maşın qapıda yanıbdır. Nə qısa qapanma var, nə ekspert gəlib bir şey. Ona görə deyirlər ki, hər bir məsələnin üstü, geçdiz bu və ya digər forma. Amma maşın işlək vəziyyəti olmadan yanma ehtimalı sıfıra bərabərdir. Bura gəlmişmiş, bu kiçik qardaşı da biraz ağıldan kəmfəson bir şeymiş. Bu elə olur ki, bu hadisədən bir 10-15 gün sonra bu kiçik qardaşının acıqları ona bir qapaz olur. Nə var, neyinirsə, bu bərkdən deyir ki, sən axmaq adamsan, sən qonşunun maşını da getdin, filan kəsin maşını da yandırdın. Bunu o birisi qonşu eşidir. O da vicdanlı adammış, deyir, bu nə axmaq adamdır ki, Akasya maşını bu yandırır. Aydın ki, hə. Və bundan bu iş açıldı. İş açılanda biraz o adam imkanlı adam olduğuna görə problemlər yarandı ki, sübut, bu deyir, yox, bu ağıldan kəmdir, səydir, bu yalan danışır. Nə məlum oldu? Bunlar qaçanda bunun pencəyə ilişir, pencək sökülür zadda. Çəpələr sökülür, cırılır da. Bu sonra gəlib bunu iynə sapla tikir. İstintaqda bunu dindirəndə o gədə onu açır deyir ki, biz qaçanda biraz ağıldan kifayət qədər dönmüş. Söküldü, pencəyə də gətirilir, gülür, nətər deyir, pencəyə də həmən yerdən sökülür. Nəysə, bu açıldı. İndi burada qəsdən məhv etmə və zədələmə də var. Burada əgər normalda bu fikrini yönətmişdi,
qəsdən məhv etmə və zədələməyə. Amma kimsə öldü, evdə adam olar, ölər, ev parça, bunun ağlına da gəlməzdi. Yəni, normalda bu elə ancaq qəsdən məhv etməzdir, amma burada ölmə cəhdi ola bilər, başqa hallar da ola bilər, bu ehtiyatsızlıqdan adam ölə də bilər orada, nəzərdə tutulmamışdır. Bəli, qanunvericilik onu araşdırdı, çox o ziyanları ödətdilər, o adam ona təzə jüquli aldı, verdi, getdi cəzasını da çəkdi. Bax, bu qanun hələ mən neçə il bundan qabağın söhbət edirəm. İndi mülkiyyət qanunvericiliklə qorulur. Ehtiyatsızlıq qəsd etmə zədələmədə biz o qədər o məsələnin üstünə gəlmirik, çox məsələ deyil. Çünki hər birimiz hər gün maşını birdən saxlayırıq, qəfildən qoymuruq, o torm sistemindən çıxartmırıq. Maşın gedib, nəyəsə dəyər, ehtiyatsızlığın kimisə əmlakını zədəlir. Bunlar kiçik hallardır. Yəni bu artıq ehtiyatsızlığa şamil olan bir normadır. Ən təhlükəli norma qəsdən məhv etmə vətəndaşın əmlakını. Hətta bir şey deyim, yadımdan çıxmamış. Qanunvericilik, ümumiyyətlə bilirsiniz ki, cinayət məsuliyyəti 14 yaşından başlayır. Hətta bu məsələ o qədər aktual yanaşılır ki, o qədər aktual. Qəsdən məhv etmə, zədələmə də məsuliyyət 14 yaşından başlayır. Hammaq ağırlaşdırıcı hallar. Bəli, ağırlaşdırıcı. Yəni bu mülkiyyət bu dərəcədə ciddi qorunur. Aydındır. Azərbaycan Konstitusiyanın belə 13-cü maddəsi var. 13-cü maddəsində mülkiyyət toxunulmazdır. Bəli. Hörmət tamaşaçılar, bizim bir qısa reklamımız var, sonra biz mövzumuza qayıdacağıq. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Hörmətli tamaşaçılar, bu günləri qanun və icra proqramı vaxtında dəyişiklik olub. Bizim bu reklamda da görürsünüz. Qanun və icra proqramı hər həftənin ikinci günü saat 1-dən 2-yə qədər davam edir. Bugün çox bizim xoş halımıza ki, bu günlər ot çərçənbəsidir. Mən qanun və icra verişin aparıcısı kimi öz adımdan bütün Azərbaycan xalqını və Azərbaycan xalqını sevənləri təbrik edirəm. Hər birinizi təbrik edirəm, ot çərçənbəsidir. Mənim bir baş sağlığım da var. Mənim çox dəyərli dostum Ruslan qardaşımızın, çox dəyərli qardaşımızdır, Ruslan qardaşımız. Onun anası vəfat edib, xanım Mirzəyeva. Ona mən baş sağlığı verirəm və öz adımdan, ailəmin adından baş sağlıq verirəm. Ruslan, Allah anana rəhmət etsin, qəbri nurla olsun. Çox dəyərli bir xanım idi, ziyalı xanım idi. Və eyni zamanda qardaşım Hacının adından, Hacı Ceyhunun adından baş sağlığı verirəm. Həyatda hamımız yaşamışıq və həyat davamlıdır. Və bu günləri xoş bizim halımıza ki, bəzi insanlar var ki, həqiqətən də onlar valideynin qulluğuna durur və qulluğunda dura-dura valideynlər uzun müddət bir yerdə yaşayır. Bəzən biz hesablasaq, bəlkə mən ömrümün bir 10 il, 15 il valideynlərlə yaşamışam. Əsas mən bəlkə bir 20 il. Əfsus olsun ki, bəzi insanlar atanın yaşından öz yaşına çıxanda baxır ki, valideynlərimizin qısa müddətdə biz yoldaşlıq eləmişik. Mən xüsusilə də bizim Şəhər Mənzil Tikinti Kooperativinin rəhbərliyinə mən minnətdaram. Bugün qanun və icra proqramının ARB kanalına yayımlanmasına Şəhərin Mənzil Tikinti Kooperativinin baş sponsorluğuna biz yayımlanıq. Biz bugün qüvvədə olan qanunverici təbliğ edirik. Biz bu günləri vətəndaşlarımızın hüquqi cəhətdən maarifləndirməsinə kömək edirik və eyni zamanda məlumatlandırmasına kömək edirik. Şəhər Mənzil Tikinti Kooperativində təmirli evlər ilkin ödəniş təqdim olunur 25 min manatdan və təmirsiz evləri isə 5 min manatdan ilkin ödəniş edərək Bakı şəhərin ətrafında uzun müddətli hissə ödənişdən mülkiyə sahib ola bilərsiniz. Şəhər Mənzil Tikinti Kooperativinə istənilən vaxt gələ bilərsiniz. Orada müqavilənin şərtləri sizi qane edirsə, ev alıb və belə xoş, xuravan, xoşbəxt yaşaya bilərsiniz. Əsəd müəllim, bu günləri qanunvericilikdə belə bir ifadə var, o da hüquqa təzə gəldi. Məcburi payın tamamlanması. Konstitusiya Məhkəməsinin ifadəsinə rast gəldim, amma qanunvericilikdə ifadə yox idi. Məcburi payın tamamlanması və özünə çatan payın dəqiqləşdirib digər vərəsələrdən alınması ilə bağlı. Buyurun. Mən bu məsələyə keçməməzdən bəri bu müzakirə olunan o əmlaka qəsdən və yaxud ehtiyatsızdan zərər vurulması ilə bağlı ona da münasibət bildirmək istəyirəm. Məhkəmə təcrübəsində rast gələn problemlər nədən ibarətdir? Yəni biz bu gün maarifləndirmək üçün burada əyləşmişik ki, əhalimiz maariflənsin ki, əksər hallarda görürsən o ziyan tələb edən şəxslər, məsələn, avtoqəzalarda ən çox. Avtomaşını gedib təmir elətdirib qutarıb, gəlib məhkəmədə iddia qaldırır ki, bəs bu mənə belə ziyan vurub. Məhkəmə də məcburdur ki, məbləğ mübahisələndirilir, qarşı tərəf qəbul eləmir ki, yox, şişirdilibdir bu ziyan zərər məbləği. Mütləqdir ki, ekspertiya təyin edilsin. Avtomaşın da təmir olunur.
Axı bu vətəndaş nə üçün avtomaşını təmir elətdirməmiş, o hissələri əzik vəziyyətdə gəlib müraciət eləmir. Sonra bax belə problemlər yaranır. Ona görə də təcrübədə nə olur? Məsələn, ən azından o qəza baş verən zamanı olan foto şəkillərdir, hissələr, video görüntülər falan. Bunlar yığılır və onun üstündən ekspertizə təyin olunur ki, vurmuş ziyanın, zərərin məbləği bundan dəqiqləşdirilsin. Ona görə də yaxşı olardı ki, bax bu barədə mübahisə açan bizim vətəndaşlar, vəkillərimiz deyək. Bəli, elə, yəni o mübahisə avtomaşının düzdür, bəzən zərurət olur ki, görür qarşı tərəf imtina eləyir, gedir məcburdur, piyada qalıbsa gedib elətdirir. Amma əksər hallarda bir əsaslandırılmış əvvəlcə bir rəy alsın, texniki baxışdan keçsin. Bu hamısı əlində bu sübutlar olsun ki, avtomaşının hansı hissələri sıradan çıxmışdır. Çünki gələcəkdə bu mübahisənin həlli üçün çox vacibdir. Və bunu diqqətə çatdırmaq istəyirdim ki, vətəndaşlarımız bunu nəzərə alsın. Qaldı məcburi payla bağlı, bu da bizim deməli qanunvericilikdə... Hüququn belə deyək də bir sütunudur da bu hissə. Bəli. Deməli, məcburi pay bizim hələ deyək ki, 64-cü il məcəlləsində nəzərdə tutulmuşdur. Düzdür, orada nəzərdə tutulurdu ki, qanun üzrə vərəsəlik zamanı, o da vəsiyyətnamənin mövcudluğu şəraitində, qanun üzrə vərəsəlik zamanı o vərəsələrə çatan payın 3/2 hissəsi. Lakin orada məcburi pay almaq hüququ məhdud şəxslərə dairəsinə aid idi. Yəni, miras qoyanın himayəsində olub əmək qabiliyyətsiz, deyək ki, əlildir və yaxud sarıqadda əmək, onlar alırdılar məcburi payı. 2000-ci ildən qüvvəyə minən mülki məcəllədə nəzərdə tutuldu ki, xeyr, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq birinci növbə vərəsələr kimlərdirsə, bunlar... Yəni 1159-1-də. Bəli, bunlar məcburi pay alma hüququna malikdirlər. Fərqi yoxdur, əlildir, sağlamdır, özdə imkanı da çoxdur, azdır, buna asılı olmayaraq. Bu, məcburi pay alma hüququna malikdir. Lakin bir 1200-cü maddə var. Orada yazır ki, miras qoyan öz sağlığında əmlakı bəxşiş yolu ilə kiminsə mülkiyyətinə verirsə, mirasın açıldığı gündən 2 il müddət ötənə qədər onun deməli vərəsələri ondan məcburi pay almaq. Belə də yazın, məcburi payın tamamlanması məbləğində tələb irəli sürə bilər. Yəni əmlakı yox, məbləğdə. Məbləğində. Qiymətlənəndən sonra. Bəli, məbləğində. Və bu yeni bir norma idi. Ona görə də bununla bağlı Konstitusiya Məhkəməsi bununla bağlı geniş bir şərh verdi, izah elədi orada. Deməli, Konstitusiya Məhkəməsi bununla bağlı izah verdi ki, vəsiyyətnamənin olub-olmamasından asılı olmayaraq bağışlanmış əşyadan onun hesabına birinci növbə vərəsələrin hər biri məcburi payın tamamlanmasını tələb eləyə bilər. Yəni, çatası payı. Bəli, məcburi payın. Bunun tamamlanmasını tələb eləyə bilərlər. Yəni, burada artıq vəsiyyətlik, əvvəl belə idi ki, vəsiyyətnamə mövcud olanda məcburi paydan söhbət gedirdi. Və bir də bu müddət məsələsi var. 2 il müddət, miras açılandan 2 il müddət. Bağışlamadan miras açılana qədər 2 il müddət keçməməlidir. Aydındır. 2 il bir gün keçibsə, artıq bağışlanma əşya nəzərə alınmır. Aydındır. Və bu qaydada həll olunur. Zinət xanım, əlavələriniz varsa mı? Buyurun. Bəli, əlavələrim onunla bağlıdır ki, vətəndaşlarımızı maarifləndirək ki, hansı halda şəxs deyirik ki, mülki qaydada məsuliyyət daşıya bilər, maddi qaydada və cinayət məsuliyyəti daşıya bilər. Əgər vurulmuş ziyanın miqdarı 5000 manatdan yuxarı olarsa, yəni xeyli miqdarda ziyan vurulduqda artıq şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər və əmlakın məhv edilməsində bayaq Mirzə müəllim gözəl bir nümunə, təcrübədə olan bir nümunə çəkdi ki, barışıq oldu, getdi cəzasını da çəkdi, Jiguli də aldı, verdilər, avtomobili də verdi, yəni ziyanı ödədi. Amma bu gün qanunvericiliyə edilmiş dəyişikliklərlə həmin şəxslərə bir güzəşt edilir, bir şans verilir ki, dəymiş ziyanı ödəyərlərsə, bu həm qəsdən əmlaki məhv etmə və zədələmədə xeyli miqdarda ziyan vurmaya aiddir, həm də ehtiyatsızlıqda həm xeyli, həm də küllü miqdarda, yəni həm 5000-dən 50.000 manata qədər, həm də 50.000-dən 500.000 manata qədər olan miqdarda bir ziyan vurulubsa, əgər şəxs ziyan tamamilə ödəsə və rəzə çəkmiş şəxslə barışsa, bu halda məsuliyyətdən də azad oluna bilər. Yəni məbləğdən asılı olmayaraq. Məbləğdən asılı olmayaraq. Ehtiyatsızlıqda xeyli miqdar, küllü miqdar, yəni 500.000 manata qədər olan məbləğlərdə.
Aydındır. Amma 186-cı maddənin 2-ci bəndində, yəni qəsdən əmlaki məhv etmə zədələmədə isə həm zərər ödəməlidir, həm barışıq olmalıdır, həm də 25% dövlət nəflinə, dövlət büdcəsinə keçirildikdən sonra şəxs məsuliyyətdən azad oluna bilər. Və daha çox avtonəqliyyat hadisələrindən burada danışdıq. Təkcə əmlaki məhv etmə zədələmə avtonəqliyyat hadisələrində deyil, sadəcə təcrübədə daha çox buna rast gəlinir. Bu müxtəlif formalarda özünü göstərə bilər. Məsələn, ağır nəticələr dedikdə bu insanların həyatının sonlanması ola bilər, ağır xəstəliyə tutulması ola bilər, sağalması, reabilitasiyası mümkün olmayan, bərpa olmayan bir ciddi xəstəliyə yoluxa bilər, yaxud da zəhərlənmə ola bilər, istehsalatın dayanması ola bilər, hansı müəssisədə idarədə işin dayanması ola bilər, hansı avadanlıqların tamamilə sıradan çıxması ola bilər. Yəni, müxtəlif formada və əmlaki zədələmə, məhv etmə həm qəsdə, həm də ehtiyatsızlıq formasını özünü göstərə bilir. Aydın. İlkin, əlavəniz var mı? Buyurun. Əkbər müəllim, mən istəyirəm bu zədələnmə və məhv etmənin ümumiyyətlə fərqini düzdür. Bir çox vətəndaşlar yəqin ki, bunu bilir. Ümumiyyətlə məhv dedikdə tamamilə funksiyaların bərpa olunmaz dərəcədə əmlakın sıradan çıxması qeyri-mümkündür. Zədələnmə isə funksiyaların bərpası mümkündür və qanunverici sanksiyada məhv və zədələmədə fərqli cəzalar nəzərdə tutmur. Ancaq məhkəmə cəza təyin edərkən burada yəni nəticədən asılı olaraq hüquqi qiymət verə bilər və daha zədələnmə halında daha yüngül cəzanı tətbiq edə bilər və bayaq Mirzə müəllim qeyd etdiyi kimi ağırlaşdırıcı hallarda cinayətin subyekti qanunvericiliklə 14 yaşdan başlayır və ağırlaşdırıcı hallarda bir qayda olaraq azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Alternativ başqa cəza nəzərdə tutulmamışdır. Yalnız 186-cı maddənin 1-ci bəndində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzada nəzərdə tutulmuşdur. Aydın. Mirzə müəllim, buyurun. Qeyd etdiyimiz kimi bu mülkiyyətlə bağlı olduğuna görə və qeyd elədik ki, mülkiyyət Azərbaycan Respublikasının konstitusiyası ilə qorunduğu üçün bu bütün vətəndaşı və cəmiyyətin bütün üzvlərinin həm maraqlıdır, həm əhatə eləyir. Hər gündə bu hadisələrlə biz rastlaşırıq. Ona görə də hesab edirəm ki, qanunvericilik bunu mən qanunvericiliyin qoyduğu tələblərdə, hal-hazırki mövcud tələblərdə heç bir nöqsan görmürəm ki, deyək ki, irad tutaq ki, yox, burada nəsə yaddan çıxıb. Onda bir kalsı bir sual verim. Bəli. Məsələn, bilirsiniz, Bakıda həm binalar sıx yaxın-yaxına inşa olunur, həm də həyət evləri var. Bir evdə yanğın baş verir, qonşuya keçir, qonşudan qonşuya keçir, bir 10 dənə ev yanır. Bax, burada günahkar kimdir və bu qəsd və ehtiyatsızdan? Maraqlı sualdır. Buyurun. Burada sadəcə olaraq məsələ burasındadır ki, birinci növbədə dediniz, bir evdə yanğın baş verir. Axı heç o evdə yanğın baş verən adamın özü də günahkardır, özü də pis vəziyyətdə qalır. Ona görə yanğının baş vermə səbəbləri araşdıranda o əmələ gələcək ki, hansı səbəbdən yanğın baş verib. Yanğın qısa qapanmadandır, yoxsa yanğın nə bilim digər elektrik xəttlərinin düzgün çəkilməməsindəndir, yoxsa yanğın uşaq otaqda oyuncağın aşırır, nəysə bir düşür bu məşəldən, spişkadan zıddan. Yəni bu günləri belə də çərçənbələr nəzərə alsaq, o çərçənbəsi, o tonqallar qalanır. Bunun müxtəlif səbəbləri olur. O səbəbindən asılı olaraq bizim ona maşınlar saxlanır, həyata yandırırlar. Yanaşma tərsimiz olur. O ki, qaldı binaların ardışıl yana-yana getməsinə. Qanunvericidə bir son zərurət, zəruri müdafiə deyilən bir məsələ də qoyulub. O çox maraqlı məsələdir. Əgər həmin qonşularda yaşayanlardan biri, hər hansı bir adam, laf tutaq ki, bir traktorist, maşını dərhal ortadakı bir binanı vurur, aradan çıxardırsa ki, o tərəflərə keçməsin. O məsuliyyət daşımır orada. O son zərurət vəziyyətində hərəkət eləyir. O son zərurət hərəkət eləyir ki, yanğın o tərəflərə keçməsin. Qanunvericilik bu sayədə çox mükəmməldir. Amma yanğının baş verən səbəbindən asılı olaraq biz hadisəyə düzgün obyektiv qiymət verə bilərik. Bu sizin fikriniz var. Kiminsə ehtiyatsızlığından baş verirsə, bir hadisə, ondan sonra deyək ki, ardıcıl olaraq başqa mənzilə keçir, o mənzildə yanır. Yəni, əvvəli bəllidir. Bu nədən baş verirdi? Ehtiyatsız və qəsd. Ehtiyatsız. Ehtiyatsızdan baş verirsə, təbii ki, o vurulmuş ziyan, özə qanun nəzərdə tutur ki,
bu laf deyək ki, cinayət məsuliyyəti deyək ki, biz onu kənara qoyaq, bu mülki məsuliyyətdən söhbət gedir. Delikdir, dəxli yoxdur, qəsdən vuruldu, ehtirasdan vuruldu. Bütün hallarda tam məsuliyyət daşıyır. Vurulmuş ziyan məbləğində. Əgər kiminsə təqsirlə vuruldusa, onsuz O da başqa məsələ. rast gələn mübahisələrin çoxunda ya elektrik xəttindən də, ya qazdandır. Amma onda da bir təqsir. Yəni belə deyək də, bugün məişətdə istifadə elədiyimiz sudan hadisə baş vermiş, sudan zərər vura bilərik. Amma qəsdən əmlaki məhfi isə həm su ilə, həm qazla, həm də elektriklə ola bilir. Bax, kasusumuz belə olsun, deyək ki, sizin... Məsələn, sudan belə işlər çox rast gəlir. Tutalım ki, yuxarı mərtəbədə yaşayan sakinin mülkiyyətindən oradan aşağı mərtəbəyə su axıbdır. Bunun bütün təmiri korlayıb, zərər vurubdur. Çox vaxt görürsən ki, məsələn, ev kiraya verilib, kirayəçilər nəsə səhlənkarlıq ediblər və yaxud elə mülkiyyətçi özü baxımsızlıq edibdir, axıb. Ümumiyyətcə, mülkiyyət kimi həmişə tam normal vəziyyətdə saxlamaq mülkiyyətçinin vəzifəsidir. Bəzən gəlib deyir ki, neçə il bundan qabaq bunun nastilin arasından bir xət keçirdi, indi çürüyübdür, mən onu hardan bilə biləm? Xeyr, sənin üzərində olan öhdəlikdir, mülkiyyəti sən qaydasını saxlamalısan. Aşağısı ziyan vurmuşsansa ziyan. O ziyanda yenə tərəflər ya əslində bütün bu ziyanlarda tərəflər razılaşırsa, heç artıq məhkəmə müstəvisinə gəlmir bu məsələ. Tərəflər razılaşmayanda ziyanın məbləği ilə onda ekspertiza məsələsi gəlir ortaya gündəmə. Rahat və rahat olmayan vətəndaşlar var. Bəli. Əsəd müəllim çox gözəl məsələyə toxundu. Zəncirvarı baş verən O su qəzalarla axmaq bağlı. məsələsi geniş yayılmış məsələdir. Bir misal çəkim, ad çəkmirəm burada. Bir dəfə olmuş əhvalat deyirəm, su axır qonşunun evinə, qonşu görür ki, hər dəfə deyir ki, sizdən su axır, deyir, məndən su axmır. Buna sübut eləmək mümkün deyil ki, ay kişi, səndən başqa mənim kim yaşayır, bu su hardan gəlir? Nəhayət, axı texnologiya yaxşı inkişaf edib, Fövqəladə Hallar Nazirliyində xüsusi aparat var. O xüsusi aparatı gəlirsən, qoşursan, qoşanda xüsusi aparat dəqiqliklə deyir ki, hansı qonşunun evindən bura su gəlir. Nəhayət o qonşulardan biri, onun da 72 manat nə idi xərci yadında deyil. Dövlət sumu var, ödənişlə bağlı. Ödənişlidir. Mütəxəssis çağırdılar, peşəkar çağırdılar, mütəxəssis gəldi Fövqəladə Hallar Nazirliyinin aparatı ilə yoxladı, dedi ki, sənin düz vanliyin altından bu evə su axır. Gör nə qədər narahat insansa, yenə deyir ki, ola bilməz. Mütəxəssis deyir ki, sən nə danışsan, sən nətər hansı dildə danışar? Mən demirəm, bunu bu aparat göstərir. Yəni, belə hallar da var. Bizim kasusumuzun onun ibarəti ki, məsələn, bilirik ki, bu günləri Azərbaycan rayonlarında taxıl biçimi olur. Taxıl biçimində onların yerini çox vaxt yandırırlar. Bu, həm də ekologiya bir problem yaradır. Yəni, o qəsdən törədən adam həm torpağı, deyək ki, yarar sala bilir, amma eyni zamanda ekoloji bir problem yarada bilir. Buyurun. Həmçinin bu suda misal çəkdək gedir kənd təsərrüfatına deyək ki, rayonlar ümumiyyətlə kənd təsərrüfatı sahələrində ola bilir ki, məsələn, şəxs öz əkin sahəsini suvarmaq üçün, sulamaq üçün istifadə edilirsə, ola bilsin ki, o yaddan çıxıb bağlamayıb və qonşu əkin sahələrini də keçir, məhsul tamamilə su altında qalır və bu da artıq özü ehtiyatsızlıqdan əmlakin zədələnməsi və yaxud da məhv edilməsidir. Və bir məsələyə də toxunduq, əmlakin məhv edilməsi və zədələnməsində tərəflərin barışığını qeyd etdik. Bayaq Əsəd mənim bir məsələyə toxundu, onu davamlı gətirəcək. Barışma ilə bağlı, buradan ziyanla bağlı. Yox, ziyanı dedik ki, ziyanın ödənilməsində əmlaka ziyan vurduqda barışıq əldə olunur, məhv etmədə, həm qəsdə, həm ehtiyatsızlıqda. Unutdum o hissəni, yadıma düşdü ki, xatırladacaq. Bilirsiniz, bu günləri bizim maraqlı, mənim üçün nə maraqlıdır? Pay torpaqları var. Qabaqlar, məsələn, bilirdik ki, pay torpağı Sovetlər dönəmində 40 hektar, 50 hektar bir sahə olardı. İndi o sahələri, Əsəd mənim, 5 hektar, 3 hektar, bax, belə sot bölüşdürürlər. Siz taxıl əkirsiniz, mən pambıq əkirəm və siz yonca əkirsiniz, mən pambıq əkirəm. Bax, o təsərrüfatı bir-birinə ziyanla vurur. Məsələn, sən yoncanı sürürsən, mən taxıl biçməliyəm, ərazə girə bilmirəm. Ümumiyyətlə, bu məsuliyyət yaranması üçün ki, əmlakin məhv edilməsi və zədələnməsində istər mülki məsuliyyət, istərsə də cinayət məsuliyyətində o səbəblə əlaqə müəyyən olunmalıdır. Yəni, əməllə nəticə arasında səbəbli əlaqə varmı? Yəni, nəticə həmin əməlin nəticəsidirmi o ziyanın vurulması? Yalnız bu halda səbəbli əlaqə müəyyən edilərsə, bu halda şəxs istər mülki, istər cinayət qaydasında məsuliyyətə cəlb oluna bilər. İlkin buyurun. Əkbər müəllim, ümumiyyətlə mən bu yanğın məsələsində, bu məsuliyyət məsələsində
praktiki bir məsələlərə toxunum ki, məsələn, Rus ədəbiyyatlarında təqsirsiz məsuliyyət deyilən bir anlayış da var. Bir çox hallarda, məsələn, ümumiyyətlə yanğının dəqiq səbəblərinin həmişə Təqsirsiz məsuliyyət deyəndə hərəkətsiz törədilən cinayətlər. Bəli, bəli. Çünki bizim qanunvericimiz hərəkət və hərəkətsizin üstünə bölür. Xüsusən də bu müəssisələrlə bağlı hallarda praktikada olur. Məsələn, yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs deyək ki, müəyyən edilməyib, yanğın təhlükəsizliyi qaydaları ümumiyyətlə işçilərə izah edilməyib. Ümumiyyətlə, yanğın təhlükəsizliyi balonları olmalıdır, o müəssisələrdə o qaydalar var. Onlara əməl olunmayıb və bunun nəticəsində hadisə baş verir. Məsələn, burada bilavasitə ola bilər ki, birbaşa təqsiri olan şəxsdən əlavə müəssisənin artıq rəhbərliyi də həmin o qaydalara riayət etmədiyinə görə məsuliyyətə cəlb oluna bilir və bir çox hallarda sığorta işlərində bu hallarda müəssisənin mülkiyyətçisi də dəymiş zərərə görə məsuliyyət daşıyır və eyni zamanda bu su basma hadisəsi ilə bağlı praktikada çıxan mən başqa bir halı deyim ki, məsələn, olur ki, su axır, üst qonşu deyir ki, mən ümumiyyətlə heç yerdə suyu açıq qoymamışam. Mən ümumiyyətlə o evdə yaşamıram, ev bağlıdır. Necəsə su axa bilər, ümumi xəttdən su verilir və araşdırma nəticəsində məlum olur ki, bu üst qonşu təmirli mənzil adı ilə bu evi MTK-dan alıb vaxtında və MTK-nın təmirinin qüsuru nəticəsində bu hadisə baş verib. Aydın. Əsəd müəllim, nəsə əlavələriniz varmı? Yekunlaşırıq yavaş-yavaş. Yox, bu əlavələr ancaq bayaq dediyim kimi mən ancaq bu istəyirəm daha düzdür bu məsələlərə həm də vətəndaşlarımıza. Məsələ nədir də? Mən təxminən bir həftə əvvəl bundan Akademiyanın hüququnun üstündə də görüşümüz oldu. Orada vəkillər də iştirak edirdi, başqa mütəxəssislər iştirak edirdi. Bax, bayaq dediyim məsələ, məsələn, 1200-cü maddə ilə bağlı. Burada vərəsə tanıyır ki, bağışlama var, bu müqaviləni tanıyır və deyir ki, mənə düşən məcburi pay ver. Amma mən çox işlərdə rast gəlmişəm ki, vərəsə gedir, iddia qaldırır ki, bəs o bağışlama müqaviləsi etibarsız hesab olunsun, mənim də məcburi pay. Bağışlama müqaviləsi etibarsız hesab olunacaqsa, məcburi paydan söhbət gedə bilməz. Deməli, bağışlanan andan bu etibarsızlıq qayıtmalıdır ilkin vəziyyətinə. Yox, sən əgər məcburi pay istəyirsənsə, onda tanıyırsan müqaviləni və bu müqaviləyə uyğun olaraq deyirsən ki, bağışlanırsın, mənim məcburi payım tamamlansın buradan. Yəni, bax, bu cür ziddiyyətli, bu düzdür, vəkillərin qüsurudur, vəkillər bunu ərzəni tərtib edən bunlardır. Hesab edirəm ki, təcrübədə bax, belə problemlər yaranır, məhkəmələr birə bu məsələnin həllində biraz qeyri-müəyyənlik yaranır ki, bax, bu həm məcburi pay istəyirsən, həm etibarsızlıq deyirsən. Ona görə də bunlara diqqət yetirilməlidir. Gələcəkdə bu da maarifləndirmədən asılıdır. Yox, indi birisiz, məsələn, başqa bir məsələndir. Tutalım ki, bizim mülki məcəllərin 218-ci maddəsi var. Deməli, satın almaq da üstünlük hüququ. Gəlir, məsələ qoy ki, mənim üstünlük hüququm pozulubdur, müqaviləni etibarsız hesab edin. Fərz eləyək, məhkəmə də baxdı, müqaviləni etibarsız hesab edildi. Sonra dedi ki, bəs etibarsız hesab edilmiş, sən indi gəl, deyir, almıram. Nə olacaq, kim onu məcbur edəcək gəl? Aydın. Amma orada qanunda nəzərdə tutulur ki? Təklif olunmalı. Mən yox, deməli, təklif olunub. Mənim üstünlük hüququm pozulubsa, mən onda məsələ qoyuram ki, alıcının hüquqları mənə keçsin, eyni şəraitdə. Bu neçəyə satılıb, hansı şərtlərlə satılırsa, alıcıya məxsus hüquqlar mənə keçsin. Məhkəmə də bu cür qərar verir. Hörmət tamaşaçılar, bizə ayrılan vaxt yekunlaşmaq üzrədir. Bu günləri çərşənbə günüdür, ot çərşənbəsidir. Bir daha adımdan və öz adımdan, kollektivimin adından bütün Azərbaycan xalqını və Azərbaycan xalqını sevənlər təbrik edirəm. Çərşənbəniz mübarək olsun və sizdə hər birinizə minnətdaram. Sizə minnətdaram və hesab edirəm ki, bir ot çərşənbəsi belə deyək ki, bizim verişimizin bir rəng qatdı. Mən ürəyimdən gələn arzularımı xalqıma, millətimə çatdırıram. Hörmət tamaşaçılar, bizə ayrılan vaxt yekunlaşmaq üzrədir. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil
Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyunu işığın veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirçi üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.